Prezidentin çıxışında biz gördük ki, o süni intellektə marağı artırırlar da, yeniliklər gətirmək istəyirlər, hətta dövlət qurumlarında. Mənim üçün şok effekti də əlbəttə ki, yəni, amma görürəm ki, nəsə eləməyə çalışırlar. Necə düşünürsünüz? Bax, sizin işdə də, ümumiyyətlə, bazarda da necə görürsünüz süni intellektin inkişafını? Bizim sahədə deyə bilərəm, orada bilirəm necə olacaq və ümumilikdə necə ki, bazarda tətbiq olunacaq. Mən artıq, misal üçün, rekrutment prosesində insanları işə götürəndə belə artıq soruşuram ki, hansı AI toollardan istifadə edirsiniz, nə kimi istifadə edirsiniz. Və vaxt var idi ki, misal üçün işə götürəndə mütləq deyirlər ki, Excel-i bilməlidir, Word-ü bilməlidir. Yəni onlar qaldı keçmişdə. İndi artıq CV-də vaxtı gəlib ki, qeyd eləmək ki, hansı AI toollardan istifadə edirsən, AI agentlərdən istifadə edirsən. Yəni artıq Excel yox, AI məsələsi gündəmdədir və görür ki, günü-gündən AI bütün proseslərə daha çox tətbiq olunur.